Salam, hər vaxtınız xeyir. Bugün sizinlə 9 illər üçün nəzərdə tutulmuş DİM-in 20 variant sınaq imtahanı kitabından 13-cü sınaq imtahanına nəzər yetirəcəyik. Bu sınaq imtahanı da ümumi suallardan təşkil olunub, yəni mövzu sınağı deyil, ümumi suallardan təşkil olunmuşdur. Biz artıq 13-cü sınaq imtahanındayıq və geridə qalan 12 sınaq imtahanı da kanala yerləşdirilib. Siz istəsəniz o videolara da baxıb suallarla və mətnlərlə tanış ola bilərsiniz. Eyni zamanda videoları bəyənib kanala da abunə ola bilərsiniz. İndi isə suallara nəzər yetirək. Birinci sual. Addımlamaq sözünün fonetik təhlillə bağlı yanlış fikri müəyyən edin. Bizdən fonetik təhlil soruşanda ilk işimiz sözün düzgün tələffüzünü yazmaq olmalıdır. Çünki biz bilirik ki, fonetik təhlil zamanı sözün yazılışına əsasında təyin edəcəyimiz qaydalar var, sözün tələffüzünə əsasında təyin edəcəyimiz qaydalar var. Heca, vurğu, ahəng qanunu soruşduqda biz sözün düzgün yazılışına, saitlərin və samitlərin təsnifində isə biz sözün tələffüzünə baxacağıq. İndi isə bizdən yanlış fikri soruşur. A bəndi. İki məqamda cingitli samitin kar samitə keçməsi baş verib. Bu bir məqam idi. Biz gördük ki, burada q samiti x samitinə keçdi. Ona görə də yanlış fikir budur. Söz x samitin kar qarşıla bitir. Bəli, q, x. Bu doğru fikirdir. Deyilişlə yazıcında fərq samitlə bağlıdır. Bəli, q-nın x-ya keçməsi prosesi baş verdi. 3 samitin qarşılığı yoxdur. M, l və m. Bu da doğru fikirdir. Bütün hecalarda saitlərlə samitlərin sayı eyni deyil. Ad, burada bir sait, bir samit var. Amma addım, burada 2 samit, 1 sait var. Ona görə də bəli, bu da doğru fikirdir ki, hecalarda saitlərlə samitlərin sayı eyni deyil. 2. Cədvələ uyğun fikirlərin olduğu bəndi müəyyənləşdirir. Biz burada doğru yazılanın altından doğru fikri, yanlış yazılanın altından isə yanlış fikri tapmalıyıq. A bəndi. Bəzi çox mənalı sözlər həm də homonim olur. Bəli, biz bilirik ki, bəzi çox mənalı sözlər var ki, onlar həm də homonim ola bilirlər. Məsələn, qol sözünü həmişə deyirik ki, insanın qolu, çayın qolu olur. Çox mənalı söz. Amma insanın qolu, futbolda vurulan qol artıq bu olur homonim. Bu doğru fikirdir. Yanlışın altında yanlışı tapmalıyıq. Köməsi nitqləri arasında da homonimlik olur. Bu yanlış fikir deyil, doğru fikirdir. Bəli, onlar arasında homonimlik müşahidə olunur. Məsələn, ilə həm qoşmadır, həm bağlayıcıdır. Yəni, həm bağlayıcıdır, həm ədatdır. Bu yanlış fikir deyil, doğru fikirdir. Amma yanlışın altından qeyd olunduğu üçün biz bunu çıxırıq. Yarı sözü homonim kimdə işlənə bilir? Bəli, yarımaq, bir də yarı bölmək. Antonimlərin tərəfləri yalnız eyni nitqəsinə aid olur. Bəli, bu da doğru fikirdir. Amma bu yanlışın altından yazıldığı üçün biz bunu götürə bilmərik. Ona görə bu da getdi. Qoyun sözü homonim ola bilmir. Qoyun sözü homonim olur. İnsanın qucaq mənasında, yəni qoyunu, bir də qoyun, heyvan mənasında homonim olur. Amma feil olarsa artıq burada homonimlik yoxdur. Burada bu doğrunun altına yazılıb bilmir deyir, amma ola bilir. Ona görə də bu da uyğun deyil. Yay sözü yalnız çox mənalıdır. Xeyr, yay fəsil mənasında, bir də yaymaq mənasında da işlənə bilir. Amma burada bu fikir səhv olduğu üçün bu cavabda çıxdı. An sözü müxtəlif nitqlərinə aid homonimdir, doğrudur. Sinonimlər bəzi məqamlarda bir-birinin əvəz edə bilmir, doğru fikirdir. Amma yanlışın altına yazdığı üçün biz bunu da götürə bilmərik. Çünki bu doğru fikirdir. Bu da getdi. Bəstə sözü homonimdir. Bəli, bəstə bir alçaq boylu deməkdir. Bir də musiqi bəstəsi. Bu doğru fikirdir. Qaş sözü yalnız çox mənalı sözdür. Xeyr, qaş sözü homonimdir. İnsanın qaşı, üzüyün qaşı, qiymətli qaş mənasında. Bir də qaş qaralır. Axşam, şər vaxtına biz qaş qaralır da deyirik. O görə cavab olur E bəndi. 3. Nümunələrdən birində mübtəda işlənməmişdir. Nəyi bundan maraqlıdır ki? Maraqlıdır ki, nə? Onun nəyi? Bu, burada mənsubiyyət şəkildə qəbul edilib, adlı haldadır və bilirik ki, mübtəda olur. Ora indi istidir, hara, ora. Yer bildirən sözlərə yalnız hara sualı verirsə olur mübtəda, həm hara, həm də haraya sualı verirsə olur zərfli. Bura isə yalnız hara verə bilirik deyə, ona görə bu mübtədadır. Kimsə gəlmədi, nə etmədi, gəlmədi, kimsə. Qapı qəflətən açıldı, açıldı nə? Qapı.
Xavər, əlbəttə narahat idim. Burada xavər xitabdır. Xitabda cümlə üzvü olmur. Ona görə cavab olur E bəndi. 4-cü suala baxaq. Mən gələndə həyətdə heç kim yox idi. Yox idi. Kim? Heç kim. Nə vaxt, nə zaman? Mən gələndə. Harada? Həyətdə. Yanlış fikirlər istəyir. 4 cümlə üzvündən ibarətdir. Bəli. 2 zərflik var, 1 mübtəda var, 1 də xəbər var. 1 doğru fikirdir. 1 olan variantları çıxırıq. 4-5 mütləq var, amma 2 ilə 3-ə də nəzər yetirək. Müəyyən şəxs cümlədir. Bəli, cümlənin mübtədası varsa bu cümlə müəyyən şəxsdir. Yox idi heç kim. Ona görə bu da doğru fikirdir. B-ində çıxırıq. Cavab qalır D bəndi 3, 4, 5, amma biz yenə də nəzər yetirək. 2 mübtəda işlənmişdir. Xeyr, cümlədə 1 mübtəda var. Bu səhv fikirdir. Mübtəda söz birləşməsilə ifadə olunmurdur. Xeyr, əvəzliklə ifadə olunur. Mürəkkəb əvəzlikdir. Feili xəbərlidir. Xeyr, yox idi. Var, yox, lazım, gərək, bəs, mümkün. Bunlar predikativ xəbərlərdir. 2, 3, 4, 5 cavab olur D bəndi. 5. Almayasınız sözü feilin hansı şəklindədir? Almayasınız. Kaş bunu almayasınız. Cavab olur arzu şəkli. Şübhələndikdə qarşısına kaş, gərək bu sözləri artıraraq bilə bilərik. 6. İndi təzə gələnlər məktub oxumurlar cümləsi ilə bağlı doğru fikri müəyyən etməliyik. Təzə sözü sifətdir. Xeyr, təzə sözü hərəkətə aiddir, sifət deyil. Cümlədəki isim adlıq haldadır. Cümlədəki isim məktubdur. Məktubu oxumurlar. Adlıq halda deyil, təsirli haldadır. Cümlənin ilk sözü fikri qüvvətləndirməyə xidmət edir. Xeyr, indi, nə vaxt, nə zaman? Zərflikdir. Feili birləşmə yaratdığı sözlə birlikdə ismin sualına cavab verir. Oxumurlar. Kim? İndi təzəyə gələnlər. Ona görə cavab olur burada D bəndi. Təsriflənməyən feil inkardadır. Təsriflənməyən feil burada gələnlərdir. Təsriflənən feil oxumurlardır. Burada inkarda olan təsriflənməyən xeyr, təsriflənən feildir. Ona görə cavab olur D bəndi. 7. Zərf işlənmiş nümunəni müəyyən edin. Ömər qaça-qaça həyətə düşdü. Qaça-qaça sözü tərzi hərəkətli zərfli idi, amma zərfi deyil. Yadımıza saxlayaq ki, AA şəkilçisi ilə zərf düzəlməz. Yəni zərfin AA deyə bir şəkilçisi yoxdur. Bu feili bağlamanın şəkilçisidir. Feili bağlama da cümlə üzvü olaraq tərzi hərəkət zərfliyi olur. Ona görə A-nı çıxdıq. Qonaqlar məktəbin həyətində dayanmışdılar. Məktəbin həyətində dayanmışlar. Bu da yenə zərflikdir. Səndən əvvəl o gəlmişdi. Burada əvvəl, özündən əvvəl çıxılı qal şəkilçisi olarsa, bu zaman qoşma kimi işlənir. Mən yenə onu gözləyirdim. Mən yenə onu gözləyirdim. Burada yenə sözü var, tərzi hərəkət zərfidir. Ya gələndə şəhərdə nəfəs almaq olmurdu. Nə vaxt, nə zaman? Ya gələndə. Bu da harada? Şəhərdə. Bunlar da zərfliklər, zərf deyirlər. 8. Cümlədəki cümlələrlə bağlı yanlış fikri müəyyən etməliyik. Sədr danışır, işçilər dinlənir. Hadisələr eyni vaxtda baş verir. Bəli, tərəflərin dərk edə bilirik. İşçilər danışır, işçilər dinləyir, sədr danışır. Otaqdan çıxanda əsəbi idi. Həmkarları onunla razı olmamışlar. Bəli, burada aydınlaşdırmadır. Əgər biz burada qoşa nöqtəni görürüksə, burada aydınlaşdırma olduğunu da bilirik. Səs gücləndi, Nərmin narahat oldu. Bu səbəbin və nəticəsidir. Hamı getdi, quş gətirdi, Şahqulu bayquş gətirdi. Burada qarşılaşdırma var. Bir fikir digər fikirlə qarşılaşdırılır. Y. Qatar dayandı, sərnişinlər yerə indilər. Birinci tərkib hissə səbəbi xeyr. Burada qatar dayanır, birinci hərəkət, sərnişinlər yerə enirlər. Burada ardıcıllıq var. Cavab olur E bəndi. 9. Ara söz işlənmiş nümunəni müəyyən edin. Yaxşı, sən xəbəri kimdən eşitdin? Elə bu cavabdır. 10. Nümunələrdən birində qoşma işlənməmişdir. Səndən başqa cavab gözləyirdim. Burada elə cavab A bəndi olur. Səndən necə cavab gözləyirdim? Başqa cavab gözləyirdim. Cavab olur A bəndi. Səhərə dək. Burada dək qoşmadır. Bizdən başqa, bizdən qeyri. Bu da qoşmadır. Mövzuya aid dair. Bu da qoşmadır. Mən həmin tərəfə getdim. Həmin istiqamətdə getdim. İstiqamət bildirən qoşmadır. Ona görə cavab olur A bəndi. Keçək mətin suallarına. İlkin mətin Baharoğlu qış axşamıdır və mətnlə bağlı suallara baxaq. 11-ci sual. Birini mətndə dəqiq müəyyən etmək olmur.
Cəfərin oğlunun neçənci ilə dünyaya gəldiyi. Burada Aydının dünyaya gəldiyi tarixi demir, amma biz onun 10 yaşı olduğunu oxuyuruq və burada hadisələrin 1934-cü ilin qışında baş verdiyini görürük və 1934-dən də 10 çıxıb onun 1924-də doğulduğunu deyə bilirik. Hadisələrin baş verdiyi məkan Dağlı məhəlləsindəki balaca dalanda. Havanın necəliyini, hava burada soyuq idi. Çünki sona ehtiyatla atılan şüşəbəndin qapısından otağa dolmuş soyuqdan titrədi. Fəsil qış fəsli idi, havanın da soyuq olduğunu ehtimal etmək olar. Cəfərin qızının hansı qabiliyyətinin olmasını pianoda ifa edə bilirdi. Zeynəbin qohumluq əlaqəsi. Biz burada Zeynəb adını sonuncu abzasda bu cümlədə görürük. Zeynəb şam yeməyi gətirdi. Onun necə hansı qohumluq əlaqəsi olduğunu bilə bilmirik. Ona görə cavab olur E bəndi. 12. Mətnin son abzası ilə bağlı yanlış fikri müəyyən edin. Söhbət bu abzasdan gedir. Bir-birini əvəz edən sözlər işlənmişdir. Burada qəhərləndi var. Burada da dolğusundu. Bunlar bir-birini əvəz edə bilər. Övladların incəsənətlə bağlı bacarıqları da əks olunub. Bəli, Aydın şeir söyləyir, Gülarə pianoda ifa edir. Ailə üzvlərinin adları çəkilir. Bəli, onun övladları Aydın, Gülarə adları çəkilir. Bədi əsər xatırlanır. Bəli, burada ana şeirin danışır və Azad bir quşdur mahnısı oxunur. Bütün sözlər həqiqi mənadadır. Burada məcazi mənada da işlənmiş sözlər var idi. Bundan sonra bunun üstündən, məsələn, məcazi mənada işlənir. Cavab olur E bəndi. 13. Mətnə əsasən yanlış fikri müəyyən edin. Mətnin ilk abzasındakı fikirlər sonraki abzaslarda aydınlığa qovuşur. Bəli, ilk abzasda biz ilk abzaslar deyil, ilk abzas demədiyi üçün, ilk abzaslar dediyi üçün biz birinci, ikinci abzaslarda baxa bilərik. Və bu abzaslarda Cəfərin narahat olduğunu görürük. Digər abzaslarda artıq onun narahatlığını, xəstəxanada yatdığını bilə bilirik. Cəfərin xəstələnməsi ilk dəfə deyildi. Bəli, burada da deyilir ki, qorxma, sonrası bir şey yoxdur. Ürəyin balaca xəm eləyir. Yəqin kinoprojektorun təsirindən olub. Boş şeydir. Yerimi düzət, biraz uzanıb kesib gedəcək. Burada da deyilir ki, əvvəllər də onda buna oxşar hallar olmuşdur. Yəni bu ilk dəfə deyil. 13. C bəndi. Həkimin davranışı Cəfərin xəstəliyini qəti təhlükəli olmadığını bəlli edir. Həkimin davranışı Cəfərin xəstəliyinin qəti təhlükəli olmadığını bəlli etmir. Əksinə, həkim narahat olur, dərman yazır və biz daha sonra oxuyuruq ki, o xəstəxanada da yatır. Ona görə cavab olur C bəndi. Cəfərin narahatlığı bir çox insanı da narahat edir. Bəli, ailə üzvlərini, dostlarını, həyat yoldaşı Cəfərin qayğısına qalırdı. Bəli. 14. Tünd qara hərflərlə verilmiş sözün yerində işlənə bilən nümunələri müəyyən edin. Burada tünd qara hərflərlə verilmiş söz masa sözüdür. Masa sözünü mis və stol sözündən əvəz edə bilərik. Cavab olur C bəndi. 15. Mətndə birinin səbəbini dəqiq müəyyən etmək mümkün deyil. Dostların Cəfərin qoluna girməsinin səbəb o idi ki, Cəfər narahat idi. Sonanın həyəcanlanmasının Cəfərin narahat gördüyü üçün həyəcanlanırdı. Professora zəng edilməsinin, bəli, onun sona Cəfərin narahat olduğunu görür və professora zəng edir. Cəfərin kövrəlməsinin, Cəfər burada 2 dəfə övladları şeir və piano ifa edərkən kövrəlir, amma onun səbəbi bilinmir. Professorun xəstə ilə bağlı ciddi narahatlıq olmamasının deməsinin burada da deyilir ki, evdəkiləri qorxutmamaq üçün belə bir fikir deyil ki, evdə ciddi bir şey yoxdur. 16. Mətnə əsasən ehtimal oluna bilər. Mətn dramaturq Cəfər Cabbarlı haqqındadır. Bəli, burada biz bilirik ki, bizim görkəmli dramaturqumuz Cəfər Cabbarlı 1934-cü ildə vəfat edib, ürək çatışmamazlığından vəfat edib. Həyat yoldaşının adı Sona idi, övladlarının adı Aydın və Gülarə idi və çox böyük ehtimal ki, mətndə elə Cəfər Cabbarlı haqqındadır. Və hətta burada adı orada Cəfər adından istifadə olunur. 17. Mətnin plan bəndlərinə aid edilə bilməz. Burada narazı qonşular, kövrək qız. Bunlar plan bəndinə aid edilə bilməz. Qəfil qapının döyülməsi bu ilk abzasda gördük. Bunu narahat qadın onda gördük. Qayğıkeş həkim bunda gördük. 18.
Çərçivədə verilmiş ifadənin məcazi mənalı hansı nümunələri əvəz etmək olar? Çərçivədə verilmiş söz xoşum gəlmir. Xoşum gəlmir. Ürəyinə yatmamaq və ürəyini açmamaq. 2 və 4. Cavab olur A bənd. 19. Mətnə sizə cədvəli tamamlayan fikirləri yazın. Qayğıkeşdir, sonu haqqındadır. Sona qayğıkeşdir. Bu qayğıkeşliyin də əsaslandırıldığı Cəfərin qayğısına qalırdı. Professora zəng edir. Professora zəng eləməyi onun məsuliyyətli bir insan olduğundan irəli gəldiyini görürük və ona görə də bunu da məsuliyyətlidir fikrində yaza bilərik ki, sonanın xarakteri xüsusiyyətlərindən biridir. Ehtiyatı əldən vermir. Bunları da yaza bilərik. 20. Altından xətt çəkilmiş ifadənin ikinci tərəfini elə sözlə əvəz edin ki, məcazi mənalı ifadə yaransın. Burada altından xətt çəkilmiş söz açıq qapı. Açıq qapını açıq fikir, açıq söz sözlərini əvəz edə bilərik. Məsələn, o çox açıq fikirli adamdır kimi cümlələrdə işlədib, yəni o birləşməni cümlələrdə işlədə bilərik və o məcazi mənada olacaq. Növbəti mətnə baxaq. Qalileo Galilei haqqında olan mətndir. 21-ci sual. Mətnə əsasən dəqiqi müəyyən etmək olmaz. Yəni, mətnə əsasən dəqiq biz bunu müəyyən edə bilmirik ki, burada bu dəqiq fikirdir. A bəndi. Qalileyin ilk kəşf tarixi. Burada deyilir ki, o ilk kəşfini 18 yaşında eləyib. Burada tarix verilməsə də biz onun 1564-cü ilə doğulduğunu bilirik və bununla da yəni yaşına əsasən bunu təyin edə bilirik. Qalileyin öz müşahidələrini praktik olaraq yoxladığını, bəli, o nəbzindən istifadə edir, bu praktikayı yoxlamadır. Qaliley 78 yaşında vəfat edilib. Bəli, burada doğum tarixi də verilib, vəfat tarixi də verilib və biz bilirik ki, o 78 yaşında vəfat edib. Qalileyin atasının ixtirasını bu barədə hər hansı bir fikir yoxdur. Süd yolunun mahiyyətinin Qaliley tərəfindən deyilməsini, bəli, o burada deyir ki, süd yolu çoxsaylı ulduzlar topasıdır. 22-ci suala baxaq. Mətndə çərçivə daxilində verilən sözün mənasına uyğun nümunənin işləndiyi cümləni müəyyən edin. Mətndə çərçivə daxilində verilmiş söz keçərək sözüdür. Keçərək sözüdür. Cümlədə işlənmə mənasına baxaq. Çağdaşları arasında da sevilən görkəmli şəxsiyyət elm yolunda orta əsrlər kilsəsilə çətin mübarizə yolu keçərək adını əbədiyyətə qovuşdurub. Bu, burada məcazi mənada işlənib. Burada palçıqlı yoldan keçmək həqiqi mənadadır. Döyüş yolu keçmək isə məcazi mənadadır. Cavab olur B bəndi. Mübariz vətən üçün canından keçmişdi. Bu, mətndəki məna ilə eyni məna deyil. Bu günahından keçirəm, amma bir də təkrarlanmasın. Bu da mətndəki ilə eyni məna deyil. Aylar keçərək illərə qovuşdu. Bu da həmçinin. 23. Din xadimlərinin Qalileyə münasibətinə mətnin hansı hissələrində yer verilib? Biz bunu mətnin demək olar ki, bütün hissələrində görürük. Kilsəsi ilə çətin mübarizə yolu. Giriş hissədə var. Daha sonra kilsədə silsilaqların yırğalanmasını müşahidə edən gənc Qaliley görür ki, yenə də hadisələr kilsədə baş verir. Bunu biz əsas hissədə də görürük. Və sonda nəticə hissəsində görürük ki, kilsədə sayğılığını itirmir, alimi kilsə məhkəməsinə verilir və həbs olunur. Yəni, biz bütün hissələrdə din xadimlərinin ona qarşı olan münasibətini görə bilirik. 24-cü suala baxaq. Mətnə əsasən belə hökm vermək olmaz. A bəndi. Qaliley başqa ölkələrdə edilmiş ixtiralardan xəbərdar idi. Bəli, burada deyilir ki, Hollandiyada müşahidə borusunun ixtira olunduğunu eşidən Qaliley, yəni onun xəbəri var idi. B. Qaliley qeyri-adi kəşflərini bir kitabda toplayıb. Burada bu haqqında bir fikir var idi.
Galilei ulduzlar haqqında xəbərlər kitabında müasirlərini qeyri-adi kəşflər barədə məlumat verib. Galileyə maraq göstərmədiyi sahədə təhsil almayıb. Bəli, o burada universitetə atasının məsləhətlə tibb fakültəsinə daxil olur. Lakin burada maraq göstərmədiyi üçün artıq həmin universitetdə riyaziyyat və mexanika öyrənməyə başlayıb. Galilei daim təkmilləşdirdiyi kəşfləri olmuşdu. Bu da var idi. Galileyin kəşflərindən biri də kəfkirli saatdır. Kəfkirli saatı Galilei kəşf etməyib. Kəfkirli saat o nəbzinə baxır, o kilsənin zəngi haqqında, çılçıraqları haqqında fikir irəli sürür. Daha sonra isə həmin onun etdiyi kəşf əsasında kəfkirli saat ixtira olunub, amma o ixtira etməyib. Ona görə cavab olur E. 25. Mətn əsasında hansı sualın cavabını müəyyən etmək olar? Galileyin ailəsinin maddi vəziyyəti necə olub? Biz burada görürük ki, o yoxsul zadəgan ailəsində dünyaya gəlib, yəni yoxsul olub. Bunu müəyyən edə bilirik. 26. Əvvəldə Roma rəqəmi yazılmış hansı cümlələrdə məcazi mənalı ifadə işlənmişdir? Burada baxırıq ki, ikinci cümlədə, ikinci daha doğrusu Roma rəqəmi yazılmış abzasda universiteti buraxıb. Bu məcazi mənadadır. Burada var və altıda da vardı ki, kilsə sayğılığını itirmir. Məsələn, bu da məcazi mənalıdır. Buna görə cavab olur A bəndi. 27. Mətndə altından xətt çəkilmiş söz hansı cümlədə mətndəki mənada işlənmişdir? Altından xətt çəkilmiş söz yönəltmək. Belə borunu gecə səmaya yönəltmək, yəni fırlamaq mənasında işlənib. Biz də bunu eyni mənada tapmalıyıq. Burada B bəndi malik üzünü faiqə tərəf yönəldərək, döndərərək əvəz edə bilirik deyə cavab elə B bəndi olur. 28. Mətndə üstündə rəqəm yazılmış hansı sözlər bir-birini əvəz edə bilər? Burada çağdaşları sözü var və sonuncu abzaslarda da burada müasirləri sözü var. 1 ilə 5 bir-birini əvəz edə bilir. 29. Mətn əsasında klasteri tamamlayan fikirləri yazın. Pisa şəhərində zərdəganlar yaşayırdı və burada biz Pisa şəhəri haqqında olan fikirlərlə klasteri tamamlamalıyıq. Biz oraya yaza bilərik ki, Pisa şəhərində universitet fəaliyyət göstərirdi. Çünki Galilei həmin universitetə daxil olmuşdu. Orada həmin universitet tibb fakültəsi var idi. Və yaxud da həmin universitetdə mexanika və riyaziyyatda öyrənmək olur. Bu fikirləri də bura qeyd edə bilərik. 30. Üçüncü abzasdan hansı cümlə çıxarılsa, Galilei haqqında fikirlərin tamlığı pozulmaz. Burada üçüncü abzasda bu fikir. Sonralar bu kəşf əsasında kəfkirli saat ixtira olundu. Mətn Galilei haqqındadır və bu Galileiyə aid olmadığı üçün biz bu fikri mətndən çıxarsaq, hər hansı bir məna pozuntusu da yaşamayacaq. Ona görə də bu fikri də bura qeyd edə bilərik.